Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün 7-ci sinif riyaziyyat dərslikdən səhifə deməli 13-dən 16-ya qədər tapşırıq 1-dən 18 daxil olmaqla izah edirəm. Birinci sualdan başlayaq. Verilmiş kəsirləri iki üsulla onluq kəsirə çevirin. Deməli, adi kəsiri onluq kəsirə çevirmək üçün iki üsulumuz var. Biri deməli çubuqlu bölmədir, ən yaxşısı 21-i bölürük 25-ə. 21'in içində 25 0 dəfədir. Tamımız 0'dır. Bura bir 0 əlavə edirəm. 210'un içində 25 bizdə yerləşəcək neçə dəfə? Deməli 8 dəfə. 160, 40, 200, 200'ü çıxıram. Qalıq qalır 10. Bir dənə 0 əlavə edirəm. 100'ün içində 25 4 dəfə yerləşir. Deməli 0 tam %84'ə bərabərdir. Bir digər üsulda verilmiş adi kəsri, burada məxrəc 25'dir. 25'i 10 üstü neçəyə yaxınlaşdıra bilərəm? 10'a yaxınlaşdırmaq olmur, 100'ə yaxınlaşdıra bilərəm. Düzdür? Yəni 100'ə gətirə bilərəm. 25'i 100'ə gətirmək üçün məxrəci vururam 4'ə. Onda sürətdə vurmalıyam 4'ə. Bu da olacaq 84. Yəni 0 tam %84. Yenə də eyni cavab alınır. Daha sonra baxırıq burada B bəndinə. B bəndində 20'də 22 yazılıb. Məxrəc 20'dir. 20'ni 100'ə gətirmək mümkündür. 20'ni 100'ə gətirmək üçün 5'ə vururam. Onda sürəti də vurmalıyam 5'ə. 22 vur 5, 110'a bərabərdir. Burada 110'u 100'ə böləndə sıfırlar ixtisar gedir. 11 bölünsün 10. 1 tam, 10'da 1. 1 tam vergül. 10'da 1'i onluq kəsir kimi yazıram. 1 10'da 1. Bir digər üsulumuz 22'ni 20'yə çubuqlu bölmək idi. 22'nin içində 21 dəfə yerləşir. 20'ni çıxırıq. Qalıq qalır bizdə 2. 2'nin içində 20 yerləşmir. Vergül atıram, bir dənə 0. 20'nin içində də 20 1 dəfə. 1 tam 10'da 1. Növbəti C bəndinə baxıram. 68 böl 40. Gəlin ixtisara aparaq birinci. Məsələn, burada da ixtisar getsək daha belə deyək də asan rəqəmlər olardı. 2'yə ya da 4'ə ixtisar aparsam məxrəc 10, sürətdə 17. Aha. 10'da 17. 1 tam 10'da 7. Bunu da onluq kəsirə çevirəndə 1 10'da 7. Bunu digər üsullarla yazmıram, onsuz da sadə oldu. Sonra D bəndinə baxıram. Mənfi 80'də 24. Yenə 8'i ixtisar aparıram. Məxrəc 10, sürət 3, mənfi 0 tam 10'da 3. Y bəndinə baxıram. 40'da 9. Burada məsələn birinci üsulla məxrəci 1000'ə gətirmək olar. 40'ı 25'ə vuranda 1000 alınır. 9'u da vurursunuz 25'ə. 180 ilə 45'in cəmi də 225. 0 tam 1000'də 225. Və yaxud da çubuqlu bölməklə, yəni 9'u bölərsiniz 40'a. Deməli, 9'u 40'a bölən 9'un içində 40 yerləşmir, 0 tam. İndi 90'ın içində baxıram 2 dəfə yerləşir. 80'i çıxanda 10. Deməli, 0 yox idi əslində burada. 10'dur. İndi mən baxıram ki, 10'u 40'a bölmək olmur. Bir dənə 0 əlavə edəcəm. 10'u indi bir dənə 0 əlavə edirəm. 100'ün içində 40 yenə 2 dəfə yerləşir. 80. Qalıq olur 20. 20'nin içində 40 yoxdur. Bir dənə 0. 200'ün içində 40. Bu da eləyir 0 tam 1000'də 225. Eyni cavab alınır. Və burada ən sonuncu C bəndi var. Deməli, 1 tam 8'də 7. Deməli, 1 tam vergül. Gəlin 8'də 7'ni çubuqlu bölək. 7'nin içində 8 yoxdur, 0 tam. 70'in içində isə 8 dəfə var, 64 çıxacaq. 6 bir dənə 0 atıram. 60'in içində 8 7 dəfə yerləşir. 56'ını çıxıram. 4 bir dənə də 0. 40'ın içində də 5 dəfə. Deməli, vergüldən sonra 1000'də 875 alınacaq.
İkinci suala baxırıq. Deyir ki, verilmiş kəsri sonlu onlu kəsr şəklində yazmağın mümkün olub olmadığını müəyyən edin. Mümkün olduqda kəsri sonlu onlu kəsrə çevirin. Deməli, sonlu onlu kəsrin qaydası, mən uşaqlara belə deyirəm ki, kəsrin sonlu olması üçün məxrəc yalnız 2 və 5-lərdən ibarət olmalıdır. İxtisar olunmayan kəsrin həmişə. İxtisar olunmayan. Birinci kəsri ixtisar aparacam. İxtisar olunmayan formada baxacam. Məxrəc yalnız 2 və 5 isə deməli sonludur. Məsələn, 25-də 3 baxıram ixtisar olunmayan kəsrdir. İndi 25-ə baxıram. Sadə vurğularını ayıranda məxrəc 5-in kvadratıdır. Yalnız 5-lərdən ibarət. Deməli, bəli, bu sonludur. Deməli, daha sonra 12-də getdi. Baxıram ki, ixtisar olunmayandır. Əla. İndi sadə vurğularını ayırıram. 3 vurulsun 2-nin kvadratı. Məxrəc demişdi, yalnız 2 və 5 olsun. 2-lər var, düzdür, amma 3 burada artıqdır. Deməli, bu sonlu deyil, sonsuzdur. 20-də 17, baxıram ixtisar olunmayandır, əla. İndi məxrəc sadə vurğularını ayırıram, 5 vurulsun 2-nin kvadratı. Yalnız 2 və 5-lərdən ibarətdir, deməli, sonludur. 11-də 3, baxıram ixtisar olunmayandır. Məxrəc 11 zaten sadədir, 11'dir, amma mən demişdim 2 və 5 olsun, 11 olmamalıdır. Deməli, bu sonsuz olacaq. 15'də 6 ixtisar olunur. Neçə alınır? 3'ə gedəndə məxrəcdə 5, sürətdə 2 qalır. Məxrəc yalnız 5'lərdən ibarətdir. Deməli, bu da sonludur. 35'də 21 ixtisar olunur 7'yə, sürətdə 3 qalır. Məxrəcdə 5. Məxrəc yalnız 5'dir. Deməli, sonludur. 45'də 12 ixtisar olunur. 3'ə gedəndə məxrəc 15, sürət 4. İndi ixtisar olunmayan kəsirdir. 15'in sadə vurğuları 3 vur 5'dir. 5 doğrudur, amma 3 olmamalıdır. Deməli, bu sonsuzdur. İndi gəlin mənim bax burada sonlu onluq kəsirlərimi, yəni 25'də 3 məsələn, 25'də 3 onluq kəsir kimi göstərək. 100'də 4'ə vururam ki 100 olsun. Sürətdə vurmalıyam 4'ə. 100'də 12. 0 tam 100'də 12. Və yaxud 20'də 17 var burada. 20'də 17. 100'ə gətirmək üçün məxrəci vurdum 5'ə. Sürəti də vururam 5'ə. 50, 35, 85 eləyir. 0 tam 100'də 85. Daha sonra 15'də 6 ixtisar elədikdən sonra 5'də 2 alınmışdı. 5'də 2 bərabərdir 0 tam 10'da 4'ə. Sonra burada 5'də 3 var. 5'də 3 də bərabərdir 0 10'da 6'ya. İndi isə səhifə 14'də 3-cü suala baxırıq. Sonsuz dövrü onluq kəsirin dövrünü göstərin və kəsri qısa şəkildə yazın. Deməli, burada dövr edən rəqəm 7'dir. Onda bu necə yazılacaq? Öncədən kənardan yazaq. A bərabərdir. Yəni A bəndində 0 tam 7 dövr elədiyi üçün mötərizə daxilinə 7 yazılacaq. Bu saf dövrü onluq kəsirdir. B bəndinə baxıram. 0 tam 10'da 5 dövrdə 2'lər gedir. Təkrarlanan 2'dir. Qısa şəkildə yazanda 0 10'da 5, yəni dövrə qədər hissə 5'dir. Dövr edən isə 2'dir. Sonra C bəndinə baxıram. Burada 2 tam dövr edən rəqəm 8'dir. 2 tam mötərizə daxilinə 8 yazacağam. D bəndinə baxıram. Mənfi 1 tam. İndi fikir verin. Burada təkrarlanan 36'dır. Mötərizə daxilində 36 yazacağam. İndi Y bəndinə baxıram. Burada fikir verirsinizsə baxın. 0 tam 10'da 2. Bu hissə olduğu kimi qalıb. Amma təkrarlanan, yəni dövr edən hissə 54'dür. Baxın 54, 54, 54. Mötərizə daxilinə 54 yazılır. Yəni dövr eləyən, təkrarlanan hissə mötərizənin daxilində yazılacaq. 4-cü sualda sonsuz dövrü onluq kəsiri vergüldən sonra 6 rəqəm olmaqla yazın. Məsələn, A bəndində, deməli 4-cünün A bəndi. 0 tam dövrdə 5'dir. Vergüldən sonra 6 dəfə rəqəm yazmalıyam. 5, 5, 5, dövr eləyən rəqəm 5'dir. Nöqtə sonsuz sayda gedir. B bəndində 0 10'da 3, dövrdə 7. 0 10'da 3'ü yazıram. Dövr eləyən 7'ləri də yazıram. Deməli, 5 dənə rəqəm oldu hə.
6 rəqəm değeri olsun. Nöqtə nöqtə sonsuz sayda gedir. C bəndi. 3 tam dövrdə 42. 3 yazıram. 42'lər təkrarlanır. 42, 42, 42 və s. gedir. D bəndi. 1 tam onda 3 dövrdə 82. 1 onda 3'ü yazıram. 82'lər təkrarlanır. 82. İndi 8 yazıram. İçini yaza bilmirəm. Çünki bizə deyir ki, vergüldən sonra 6 rəqəm olsun. Baxıram ki, burada 6 rəqəm olubdur. Nöqtə nöqtə gedəcək. Və Y bəndinə baxıram. Mənfi 0 tam %25 dövrdə 3. Mənfi 0 tam %25 yazdım. İndi 2 dənə rəqəm yazmışam. 4 dənə də 3 yazacağım. Nöqtə nöqtə gedir. İndi isə baxırıq 5-ci suala. Deməli, bizə deyir ki, cədvəl doldurun, düzdür? Qısa yazılış olaraq necə olacaq? Deməli, 2 tam. Burada təkrarlanan 7'dir. Dövrdə 7, mötərizədə 7 yazıram. Tam hissəm vergülə qədərdir, yəni 2. Dövrə qədər burada rəqəm yoxdur, yəni mötərizəyə qədər vergüldən sonra heç nə yazılmayıb. Elə, yəni yoxdur yazacaqsın, mən indi sıx qoyuram. Dövrümüz, yəni mötərizənin daxilinə yazılan ədəd 7'dir. Oxunuşu da 2 tam. Deməli, dövrdə 7 olacaq. Sonra burada qısa yazılış 1 tam, təkrarlanan 28'dir. Mötərizə daxilində 28 yazıram. Tam hissəm vergülə qədər 1'dir. Dövrə qədər, yəni mötərizəyə qədər burada vergüldən sonra heç nə yazılmayıb, yoxdur. Dövrümüz 28'dir. Oxunuşu da 1 tam, dövrdə 28'dir. Daha sonra burada baxıram ki, qısa yazılışda 3'dən sonra dövr başlayıb 6'lar təkrarlanıb. 0 tam, vergül, dövrə qədər 3'dür, dövrdə olan 6'dır. Tam hissəm 0. Dövrə qədər, mötərizəyə qədər vergüldən sonra 3 yazılıb. Yazıram 3. Dövrümüz 6'dır. Oxunuş deməli 0 tam, onda 3, dövrdə deməli dövrdə 6. Burada 5 tam vergül. Burada 12 təkrarlanmır, 3'lər təkrarlanır. %12 dövrdə 3. Tam hissəm 5, dövrə qədər 12, dövrümüz 3, oxunuşu 5 tam %12 dövrdə 3 olacaq. 6-cı suala baxırıq. Sürəti məxrəcə bölməklə kəsiri sonsuz dövr onu kəsir şəklində yazın. Deməli, A bəndinə baxaq. 9'da 2. Sürəti məxrəcinə bölürük. 2'ni bölürük 9'a. Tam hissəm, yəni 2'nin içində 9 yoxdur. 0 dəfə yerləşir. Vergüldən sonra bir dənə 2'nin yanına 0 atıram. 20'nin içində 9 2 dəfə yerləşir. 2 vur 9, 18. Çıxıram 18, qalır 2. Bir dənə 0 atıram. 20'nin içində 9 yenə 2 dəfə yerləşir. Deməli, burada təkrarlanan 2 olacaq. Yenə də yoxlayaq da. 18 çıxıram, yenə qalıq 2, yenə 20, yenə 2 dəfə yerləşir. Sonsuz sayda 2'lər var. Yəni 0 tam, vergül, mötərizənin daxilində 2 yazmaq lazımdır. İndi B bəndinə baxaq. 9'da 7. 7'ni bölürük 9'a. 7'nin içində 9 0 dəfə yerləşir. Bir dənə 0 atıram. 70'in içində 9 7 dəfə yerləşir. 63 çıxıram, qalıq olur 7. Bir dənə 0 atıram, yenə 70. 70'in içində 9 yenə 7 dəfə yerləşir. Yenə 63 çıxıram, yenə qalıq 7, yenə 70, yenə 7 dəfə. Deməli, burada təkrarlanan 7'dir. 0 tam, dövrdə 7 olacaq. C bəndinə baxıram, mənfi 18'də 5. Deməli, mənfi hissəmi seç olduğu kimi qalacaq. 5 bölünsün 18. 5'in içində 18 0 dəfə yerləşir. 50'nin içində 18 2 dəfə yerləşir. 36'nı çıxıram. 14 qalır, bir dənə 0 yazdım.
140-ın içində 18, 9 dəfə yerləşər, 9 dəfə yox. 8 dəfə 80, 64 yox. 7 dəfə olacaq. Deməli 126. Qalığımız 14. 14-ün içində 18 yoxdur, 0 atıram. 140-ın içində deməli, baxın, yenə 140 halında. Deməli, təkrarlanan 7 olacaq. Yenə 7 dəfə yerləşir. 126-nı çıxıram, yenə 14 qalır, yenə 140. Deməli, burada da 7-lər təkrarlanır. 0 tam, dövrə qədər 2 var, amma təkrarlanan 7-dir. Mötərizə daxilində 7 yazıram. D bəndinə baxıram. 45-də 23. 0 tam bu heç. 23'ü bölürük 45'e. 0 dəfə yerləşir. 230'un içində 45 5 dəfə yerləşir. 225. Qalığımız 5. Bir dənə 0 atıram. 50'nin içində 45 bir dəfə yerləşir. 45 çıxıram, yenə qalıq 5'də, yenə 50. Burada da birlər təkrarlanır. Deməli 0,5 dövrədən 1'dir. 0,5 dövrdə 1 olacaq. İndi son 3 variantı da yazaq. Birinci burada baxırıq Y bəndinə. 3'də 40 yazılıb. Deməli, bu bizdə nəyə bərabərdir? 40'ın içində 3 neçə dəfə yerləşir? 10, 3 tam. 3'də 40'dan da 39 çıxanda 1. 13 tam. İndi 3'də 1'i 1 böl 3 kimi yazıram. 0 tam bu heç. Onun içində 3 dəfə yerləşir. 9 çıxıram 1. Onun içində yenə 3 dəfə yerləşir. 9 çıxıram 1. Yenə 10 və s. Burada da 3'lər təkrarlanır. Dövrdə nə yazmalıyam? 3 yazmalıyam. F bəndinə baxıram. 99'da 26. Deməli, 26'nı bölməliyəm 99'a. 0 dəfə yerləşir. 260'ın içində 99. Görən neçə dəfə yerləşir? 2 dəfə 180, 2 dəfə yerləşəcək. 180, 18, 198 çıxıram. 2, buradan da elə 6. 62'nin içində yerləşmir. 620'nin içində 99'u axtarıram. 6 dəfə yerləşir. 4, 5 yatdı, 594. Aha. Burada baxıram, qalıq deməli, çıxanda 6, 2, 26. İndi fikir verin, yenə 26'nı aldıq. Yəni 0 atıram, 260. Başdakı ifadəni aldıq. Deməli, burada da 260'ın içində 99 2 dəfə yerləşəcək. Yenə 198 çıxacam. Yenə 62, 0 yazacam. 620'nin içində 6 dəfə. Təzədən yenə 594 çıxacam. Yəni, eyni ifadə təkrarlanır. Burada da 26'lar təkrarlanır. 0 tam, dövr də 26 yazıram. C bəndinə baxıram. 111'də 80. 80'i bölürük 111'ə. 0 tam, vergül. 800'ün içində 111 7 dəfə yerləşir. 777'ni çıxırıq. 3, 2, başqa da yoxdur. 23. 0 atıram. 230'un içində 111 2 dəfə yerləşir. 222'ni çıxırıq. 8, düzdür. Bir dənə 0 atıram, 80. 80'in içində 111 yoxdur. 0. Daha sonra bir dənə 0 atıram. 800'ün içində 111. Baxın, yenə təkrarlanacaq artıq. Yəni 720, 720 kimi təkrarlanacaq. Deməli, cavabımız 0 tam, dövrdə 720. Sonra baxıram 7-ci suala. Növbəti 7-ci suala baxırıq. Deməli, qarşı hədədi onlu kəsrə çevirin deyir. A bəndinə baxaq. 4 tam 16'da 7. 4 tam, vergül. İndi 16'da 7'ni 7 bölünsün 16. 0 dəfə yerləşir. 70'in içində 16. 4 dəfə 64 edir, yerləşir. 64 çıxanda qallığımız 6'da, bir dənə 0 yazıram. 60. 60'ın içində 16 3 dəfə yerləşir. 48 çıxıram. 12. 120'nin içində 16 3 dəfə yerləşir. Deməli 7 dəfə yerləşər. 112. Qalıq 8'dir. 80'in içində də 16 3 dəfə yerləşir. 5 dəfə, bəli. Deməli 4 tam, vergül, kəsr hissəmiz olur 10.000'də 4375.
Sonra B bəndinə baxaq. B bəndində 2 tam 90-da 17. 2 tam vergül. İndi 17-ni bölürəm 90-a. 0 tam 170-in içində 90 bir dəfə yerləşir. 90 çıxıram, qalıq olur 80. 0 atıram. 800-ün içində 90 8 dəfə yerləşir. 720-ni çıxıram, 80, yenə 0 atıram. Baxıram ki, təkrarlanır. 800, 800, 8 dəfə yerləşir, düzdür? Deməli, vergüldən sonra 1, daha sonra 8-lər təkrarlanır. Dövrdə 8 yazıram. C bəndinə baxaq. 3 tam 18-də 11. 3 tam vergül. İndi 11-i bölürəm 18-ə. 0 tam 110-un içində 9 dəfə yox, deməli 5 dəfə, 6 dəfə olacaq. 108. Qalığımız 2. 20-nin içində 18 bir dəfə yerləşir. Baxıram, yenə qalıq 2-dir, yenə 20-nin içində bir dəfə yerləşir. Yenə çıxsam 18-i, yenə qalıq 2. Deməli, burada təkrarlanan 1-dir. 0 tam 10-da 6, dövrdə 1. İndi burada tam hissəmiz 3-dür. 3 tam 10-da 6, dövr edən 1-dir. D bəndinə baxıram. 2 tam 11-də 5. 2 tam vergül. İndi 5-i bölürük 11-ə. 0 tam bu heç. 50-nin içində 11 4 dəfə yerləşir. 44-ü çıxırıq. Qalıq 6-dır. 60-ın içində 11 5 dəfə yerləşir. 55 çıxıram, qalıq 5. Yenə 50-nin içində 11 4 dəfə yerləşir. 44, yenə qalıq 6. 60-ın içində 5 dəfə yerləşir. Deməli, təkrarlanan burada 45-dir. Dövrdə 45 yazıram. İndi Y bəndinə baxaq. 16 tam 45-də 13. 16 tam. İndi 13-ü bölürük 45-ə. 0 tam vergül. 130-un içində 45 2 dəfə yerləşir. 90 çıxıram. Qalığımız 40. Bir dənə 0 atıram. 400-ün içində 45 8 dəfə. 360. Qalığımız 40. Yenə 400-ün içində baxın, təkrarlanma var. 8 burada artıq təkrarlanacaq. Vergüldən sonra 2, mötərizə daxilində 8. Sonuncu F bəndi 125 tam 9-da 1. 125 tam vergül. 1-i bölürəm 9-a. 0 tam bu heç. Onun içində 9 bir dəfə. Baxıram, qalıq 1 qalır. Yenə onun içində 9 bir dəfə. Deməli, burada təkrarlanan 1-dir. Mötərizə daxilinə 1 yazacağıq. Növbəti 8-ci suala baxıram. 8-in deməli A bəndinə baxaq. Müqayisə istəyir bizdən. Onun kəsirlərin müqayisəsi çox maraqlıdır. Niyə? Çünki bizə deyir ki, məsələn, burada 0 tam, baxın, 3 burada sonsuz sayda təkrarlanır. Digər tərəfdə ikinci kəsirim sonda onluq kəsirdir. Yəni 0 tam %34'dür. Burada vergüldən sonra 3 dənə rəqəm yazılıb. Onda gəlin burada da vergüldən sonra 3 rəqəm olsun. Baxıram ki, bu sonludur. Yəni sonda yazılmayanlar 0'dır. 333 yoxsa 340 hansı böyükdür? 340. Deməli, ikinci daha böyükdür. İndi B bəndinə baxaq. 4 tam 10'da 2 dövr edən birlər var burada. Nöqtə gedir. Digəri 4 tam %21. Burada vergüldən sonra 4 rəqəm yazılıb. Burada 2 dənə rəqəm var. 2 dənə 0 əlavə edirəm. İndi müqayisə eləyək. 2111 yoxsa 2100 hansı böyükdür? Soldakı, düzdür? Birinci. Sonra C bəndinə baxıram. İndi burada gəlin bunları açıq şəkildə yazaq. Məsələn, 6 tam dövrdə 7, düzdür? Bu necə yazılacaq? Təkrar rəqəm burada 7-dir. 7, 7 və s. gedir, düzdür? Və qıraqda isə 6 tam dövrdə 72, yəni 72 burada təkrarlanır və s. gedir. Deməli, burada 3 rəqəm yazmışam, burada 4 rəqəm. Burada bir dənə də rəqəm artırıram, 7-ni artırıram. Niyə? Çünki burada təkrarlanan 7-dir. Burada niyə sıfırları artırdım? Bunlar sonluydu. Əgər kəsir sonludursa 0 artırıram.
Əgər sonsuzdursa, dövr edən, məsələn, dövr eləyən burada 7-dir. Ona görə 7-nin birini artırdım. 7777 yoxsa 7272 hansı böyükdür? Soldakı. D bəndinə baxaq. 0,4 dövr eləyən 6-dır. Sonsuz sayda. 0 tam, deməli, dövrdə 47. 47, 47 və s. gedir. Deməli, burada 3 rəqəm yazmışam, burada 4 rəqəm yazmışam. Bir dənə 6 artırıram. İndi 4666, 4747. Sağdakı daha böyükdür. İndi isə növbəti 9-cu suala baxırıq. Deməli, verilən ədədlər arasında yerləşən 3 sonsuz dövr onlu kəsir yazın. A bəndinə baxıram. Deməli, 9-cu sual A bəndi. 3,5 və 4,5-in arasında olmalıdır. Düzdür? Yəni, bunların arasında yerləşməlidir. Mən də yazıram. 3,5 dövrdə məsələn 3. Necə olar? 3,5 3'lər burada sonsuz sayda təkrarlanır. Bu bir kəsir və yaxud ikinci olaraq yazıram. 3,6 hətta dövrdə 6 olsun. 6'lar təkrarlansın. 3 dövrdə 6. Yəni siz burada ürəyiniz nə istəyirsə 3,5 və 4,5 arasında olması şərti ilə yaza bilərsiniz. Məsələn, bu səfər tam hissəm 4 olsun. 4 tam dövrdə 4 məsələn. 4 tam mötərizədə 4 yazıram. Deməli, bizə 3 dənə kəsir deyil. Düzdür, 3 dənə kəsir yazdım. İndi B bəndinə baxaq. Deməli, B bəndi. 2 və 3'ün arasında olsun. 2 və 3 arasında. 2 tam dövrdə 1 məsələn. Bu birinci. İkinci, 2 tam 10'da 2 dövrdə 15 məsələn. Üçüncü, 2 tam 10'da 7 dövrdə 88, 881 olsun ya da. Və s. Daha sonra C bəndinə baxıram. C bəndini yuxarıdan yazıram məsələn. 0,3 və 0,4 arasında olmalıdır. 0,3 dövrdə 1 və yaxud 0,3 dövrdə 25. Üçüncü 0 tam. Məsələn, %38 dövrdə 5 yazaram və s. D bəndi və Y bəndi qaldı. Deməli, D bəndində 0 tam %32 və 0 tam %33'ün arasında olmalıdır. Deməli, 0 tam %32 dövrdə 3 yazıram. Və yaxud 0 tam %325 yazıram, dövrdə 1 yazıram. Və yaxud üçüncü olaraq 0 tam, deməli, %32 qalsın, dövrdə 15 məsələn. Və s. yazmaq olar. Y bəndinə baxaq. 2 tam dövrdə 1 və 2 tam 10'da 2 dövrdə 3'ün arasında. Aha, burada necə yazacaq demək? Gəlin bunları açıq formada yazaq. 2 tam 1'lər təkrarlanır sonsuz sayda. Burada da 2 10'da 2 var, 3'lər təkrarlanır. Bunların arasında olan nə yazmaq olar? Məsələn, 2 tam dövrdə 2'ni yazmaq olar. Sonsuz sayda 2'lər olsun. Yəni 2 tam dövrdə 2. Və yaxud 2 tam dövrdə 21 yazmaq olar. Burada 111'dən böyükdür. 2333'dən də kiçikdir. 2 tam dövrdə 21. Və yaxud 2 tam dövrdə 25 yazmaq olar. Sonsuz sayda gedir. Mötərizənin içində 25 yazmaq olar. Bu birincidir, bu ikinci, bu da üçüncü. Və s. yəni bir neçə özünüz də yaza bilərsiniz. İndi 10-cu suala baxacağım. 10-cuda deyir ki, doğru bərabərsizlikləri müəyyən edin. Müqayisə zamanı bayaq dedim. Burada əgər vergüldən sonra 4 rəqəm varsa, burada da 4 dənə olmalıdır. Əgər burada 2 dənəsi varsa, 2 dənə də 0 özünüz əlavə edə bilərsiniz. 1400 yoxsa 1444 böyükdür. Soldakı. Deməli, bu düzgün versiyadır. İkincidə, burada 4 dənə rəqəm gəlib, burada 2 dənə rəqəm gəlib. Onda bura 2 dənə 0 əlavə edirik. 2100 yoxsa 2121 böyükdür. Soldakı böyük olmalıdır. Bu yanlış yazılıbdır. Üçüncü, deməli,
1 tam %66 kiçikdir yazıb. 1 tam dövrdə 6-dan. Dövrdə 6-nı mən açıq şəkildə yazsam, 6'lar sonsuz sayda təkrarlanır. 1 tam %67 sonunda 0 var. Burada 1 tam %66'nın da sonunda 0 var. Baxıram ki 660 kiçikdir 666'dan, 666 da 670'den kiçikdir. Bu da düzgün versiyadır. Burada 4 tam onda 8 yazılıb. Sonra 4 tam dövrdə 18 yazılıb, yəni 18 təkrarlanır. Və 4 tam dövrdə 1 var, burada da 1'lər təkrarlanır. Burada deyir ki 4 tam dövrdə 1. 4 tam %18 dövrdə 18'den böyükdür. 1818 1111 təbii ki də bu böyükdür. Amma burada işarə sağ tərəfi göstərir. Yəni yanlışdır. Düzgün olanlar birincidir. Bir də baxın bax bu üçüncüdür. 11-ci suala baxacağıq. Deməli 11-ci sualda deyir ki, verilən rasional ədədləri onluq kəsir şəklində yazın və 59-da deyir hansı, yəni bu A və B hansı ədədi göstərir, düzdür? -3/5. Deməli -3/5. -1 tam 3/2'ye bərabərdir. 3/2'ni biz onluq kəsir kimi göstərsək, 0 tam virgül 20'nin içində 6 dəfə yerləşir, 18 çıxıram, qalıq 2'dir, yenə 20'nin içində 6 dəfə. Deməli 6 burada sonsuz sayda təkrarlanır. -1 tam dövrdə 6'dır bu. Daha sonra 9'da 8 var. 9'da 8. 8'i bölürük 9'a. 0 tam 80'in içində 8 dəfə yerləşir, 72 çıxıram, qalıq 8'dir. Yenə 80'in içində 8 dəfə yerləşir. Deməli 8 burada sonsuz sayda təkrarlanır. Yəni 9'da 8 neçəyə bərabər olacaq? 0 tam dövrdə 8'ə. Bunlar kvadrata alıram. Sonra nəzərimizdən qaçmasın, düzdür? Növbəti -5'də 6. Deməli -5'də 6. 6'nı 5'e böləndə 1 dəfə yerləşir. 5 çıxıram, qalıq 1. Vergül atıram. Onun içində 5 2 dəfə yerləşir. Deməli -1 tam onda 2. Sonra növbəti baxaq görək burada. 9'da 11 var. 11'i bölürük 9'a. 1 tam 9'u çıxıram, qalıq 2. 20'nin içində deməli 2 dəfə yerləşir. 18 yenə 20'nin içində 2 dəfə yerləşir. Deməli 11 böl 9 bərabərdir. 1 tam dövrdə 2'yə. Sonra 3'də 4 var burada. 4'ü bölürük 3'ə. 1 tam 3 çıxıram. Onun içində 3 dəfə yerləşir. 9 çıxıram 1. Yenə onun içində 3 dəfə yerləşir. Deməli burada da 3'lər sonsuz sayda təkrarlanır. Yəni 4 böl 3 bərabərdir. 1 tam dövrdə 3'ə. İndi bizə verilən ədədlər. Məsələn B var burada, düzdür? Deməli burada bölgüləri saysam, bir bölgünün qiyməti 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 0'dan 1'ə 1 vahid eləyir, düzdür? 1'dən çıxırıq 0, 1. Həmin o 1'i bölmüşük 10 bölgüyə. Yəni 1'i aşağıdan yazıram. 1 bölgünü bölmüşük 10'a. Onluq kəsir kimi 0 tam onda 1 deməkdir. İndi A'nın qiyməti 1 tam, deməli 10'da 1, 10'da 2, 10'da 2'dən böyükdür, 3'dən kiçikdir. 1 tam 10'da 2'dən böyükdür. Yəni belə yazaq. 1 tam 10'da 2'dən A'nın qiyməti böyükdür. 1 tam 10'da 3'dən kiçikdir. Çünki bu 1 10'da 2'dir. Bu da 1 10'da 3'dür. Bu ikisinin arasındadır. Daha sonra B'nin qiyməti isə -1 tam onda 1, -1 tam onda 2'dir. Baxın buradadır. Deməli bunun qiyməti bərabərdir B-yə. A'nın qiyməti də müsbət 1 onda 2 ilə 1 onda 3'ün arasındadır. Məsələn bu deyil, çünki bu mənfidir.
Daha sonra bu da değil. Bunun tam hissəsi 0'dır. Mesela burada 1 tam dövrdə 3'dür. Bu 1 tam onda 3'dən böyükdür. Niye? Çünkü açılışı necə idi? 1 tam 3'lər sonsuz sayıdır. Yani 1 onda 3'dən böyükdür. Bu da değil. Başka mesela bu var. İndi buna baxın. Necə açılışı var bunun? 1 tam dövrdə 2, yəni 2'lər sonsuz sayda var. 1 onda 2'dən böyükdür, 3'dən kiçikdir. Bu da olacaq A'nın qiyməti. İndi bizdən ikinci olaraq deyir ki, burada digər ədədlərin də yerini müəyyən edin. Düzdür, bunu yaxınlaşdıraq. Məsələn, mənfi 3-də 5'i mən yazmışdım buradan. Mənfi 1 tam 3'də 2, mənfi 1 tam dövrdə 6, düzdür. Bunun açılışı necədir? Mənfi 1 tam 6'lar sonsuz sayda təkrarlanır. Yəni, mənfi 1 onda 6'dan böyükdür. Yəni, solda daha doğrusu kiçikdir. Deməli, baxaq buradan. Mənfi 1 tam onda 1, onda 2, onda 3, 4, 5, 6. Bura mənfi 1 tam onda 6'dır. Burada mənfi 1 tam onda 7'dir. Bu ikisinin arasında olacaq. Mənfi 3'də 5. Mənfi 3'də 5. Sonra burada var 0 tam dövrdə 8, yəni 9'da 8. 0'dan böyükdür. Deməli, burada yazmışam 0 tam dövrdə 8. 8'lər sonsuz sayda təkrarlanır. 0 onda 8'dən böyükdür. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8. 8'dən böyük, 9'dan kiçikdir. Təxmini burada olacaq. 9'da 8. Sonra qaldı burada yazmadığım. 1'i qaldı deyəsən, hə? 3'də 4. 1'dən böyükdür. 1 tam dövrdə 3. 3'lər təkrarlanır. 1 tam onda 3'dən böyükdür. 1 tam onda 3'dən böyükdür. 4'dən kiçikdir. Baxın buradadır. 4 bölünsün 3. İndi isə 12-ci suala baxırıq. Verilmiş ədədləri qeyd olunan mərtəbəyə qədər yuvarlaqlaşdırın deyir. Deməli, burada birincidə 7'dən sonra 5 gəlib. Onda 7 bir vahid artacaq. 2 tam, deməli, 7 bir vahid olub 8 olacaq, düzdür? 1000'də 758 özündən sonraki sıfırlanır. Bunda yazmağa ehtiyac yoxdur. Elə 2 tam birbaşa yazıram. Deməli, 1000'də 758 olacaq. İkinci, 21 tam dövrdə 6'dır. Onda birlər mərtəbəsinə yuvarlaqlaşdırılıb. 6'dan sonra 6 gəlib. Bir vahid artmalıdır. Olacaq 7. 21 onda 7. Özündən sonrakilər sıfırlanır. Bu da nəyə bərabərdir? 21 onda 7'yə. Sonra 0 tam dövrdə 48. Yüzdə birlər mərtəbəsinə yuvarlaqlaşdırıram. 8'dən sonra 4 gəlib. Onda olduğu kimi qalır. Yüzdə 48 qalır. 8'dən sonra 2 dənə rəqəm 0 olacaq. Elə yüzdə 48'ə bərabərdir. 18 tam dövrdə 21. 2'dən sonra 1 gəlib olduğu kimi qalacaq. 212 1 olacaq burada 0. Yəni 18 tam 1000'də 212 olmalıdır. Sonra burada 0 tam 10'da 6 dövrdə 1. Deməli 10'da 1, 100'də 1, 1000'də birlər mərtəbəsinə yuvarlaqlaşıb, 1'dən sonra 1 gəlib, onda olduğu kimi qalır. Özündən sonraki də sıfırlanır. Bu da elə 1000'də 611 deməkdir. Yəni 0 yazmasaq da olar. Sonra 1 tam, deməli 83 təkrarlanır. 0 tam, 1 tam onda 6, dövrdə 83. Burada bir saniyə, mötərizə yox idi. Aha. 83, bir dənə də 83 var. 3'ün altından xətt çəkilib. 3'dən sonra 8 gəlir. Bir vahid artıb olacaq 4. 1 tam 1000'də 684. Özündən sonra 2 dənə 0. Bunları da yazmasaq da olar. Bu 104 tamdır. 104 tam 10'da 6 dövrdə 2. 4'ün altından xətt çəkiblər. 4'ten sonra 6 gəlib, onda bir vahid artı olur 5. Yəni 105. Vergül özündən sonra 4 dənə 0. Bu sıfırları yazmasan da olar. Cavab elə 105'ə bərabərdir. İndi isə 13-cü suala baxırıq.
Deməli, qeyd olunan mərtəbəyə yuvarlaqlaşdır. Onda birlər mərtəbəsinə deyir. A bəndində 0 tam dövrdə 3'ü, sonsuz sayda 3'lər var. Yuvarlaqlaşdırırıq onda birlər mərtəbəsinə. 3'dən sonra 3 gəlib olduğu kimi qalacaq. 0 onda 3, özündən sonra sıfırlar. Bu da elə 0 onda 3 sıfırları yazmasam da olar. Sonra deməli 2 tam onda 1 dövrdə 3 düzdür. Sonsuz sayda 3 var. Onda birlər mərtəbəsinin altından xətt çəkirəm. 1'dən sonra 3 gəlib onda olduğu kimi qalır. Özündən sonrakılar sıfırlanır. Bu da elə 2 tam onda 1 deməkdir. 3 tam dövrdə 5, yəni 5'lər təkrarlanır. Onda birlər 5'dir. 5'i yuvarlaqlaşdıran özündən sonra 5 gəlir. Onda bir vahid artacaq olacaq 6. 3 tam onda 6. Özündən sonrakılar sıfırlanır. Burada da sıfırları yazmağa ehtiyac yoxdur. 3 tam onda 6 olacaq. Sonra 3 tam onda 0 dövrdə 5. Yuvarlaqlaşdırmalıyam bunu. Demək bunu birinci yazaq. Vergüldən sonra 0 sonra 5'lər var. Bunu da yuvarlaqlaşdırıram onda birlər mərtəbəsinə. Özündən sonra 5 gəlib 0 bir vahid artır olur 1. 3 tam onda 1. Özündən sonra sıfırlar var. Burada da sıfırlar yazmağa ehtiyac yoxdur. 3 onda 1 olacaq. Sonra 8 tam onda 2 dövrdə 1. Onda birlər 2'dir. Özündən sonra 1 gəlib onda olduğu kimi qalır. Özündən sonrakılar sıfırlanır. 8 tam onda 2. 19 tam dövrdə 4. Onda birlər 4'dür. Özündən sonra 4 gəlib olduğu kimi qalır. 19 onda 4 özündən sonrakılar sıfırlanacaq. İndi isə B bəndini yazacağıq. Deməli bunlar silim. B bəndində %1'lərə qədər yuvarlaqlaşdırmalıyıq. Deməli dövrdə 3'ü açıq şəkildə yazdım. %1'lər onda 1, %1. 3'dən sonra nə gəlib? 3. Onda olduğu kimi qalmalıdır. 33'ü yazıram. Özündən sonraki sıfırlanır. 0 da yazmağa ehtiyac yoxdur. Sonra 4 tam dövrdə 7. Bu necə yazılırdı? 4 tam 0,7 0,7 kimi yazılır. Düzdür? %1'lər 7'dir. 7'dən sonra 0 gəlib. Onda olduğu kimi qalır. 4 tam %7'ni yazıram. Özündən sonrakılar sıfırlanır. Bu da bərabər demişdim. Sıfırları yazmağa ehtiyac yoxdur. 4 tam %7 şəklində qalacaq. Sonra 6 tam dövrdə 8. Yəni 6 tam 8'lər təkrarlanır. Onda 1, %1 8'də özündən sonra 8 gəlib. Bir vahid artıb olacaq 9. 6 onda deməli 6 tam %89. Çünki 8 olduğu kimi qalır. 9 artdı da. Yəni 8 9 artdı. Özündən sonrakılar sıfırlandı. 0 da silə bilərəm. 6 tam %89. 12 tam dövrdə 7. Bu 12 tam 7'lər təkrarlanır. Deməli yuvarlaqlaşdırıram. 7'dən sonra 7 gəlib. Deməli bir vahid artıb olacaq 8. 12 tam deməli %78 olacaq. Bu 0 olacaq burada. 0'da sonra siləcəm də, yəni 12 tam %78. Sonra 2 tam onda 6 dövrdə 2. 2'lər təkrarlanır. %1'lər 2'dir. 2'dən sonra 2 gəlibsə olduğu kimi qalacaq. 2 tam %62 olduğu kimi qalacaq. Özündən sonrakılar sıfırlanır. Sonra da sıfırı siləcəksiniz də buradan. 1 tam dövrdə 0,3. Deməli 0,3'lər yazılır. %1'lər 3'dür. 3'dən sonra 0 gəlibsə olduğu kimi qalacaq. Və 3'dən sonrakılar sıfırlanır. Həmin bu sıfırları da silə bilərsiniz. 1 tam %3 olacaq. Və mində birlərə yuvarlaqlaşdıracağıq indi. İndi isə C bəndinə baxırıq. Deməli, qələmimi götürüm. C bəndində mində birlər mərtəbəsini yuvarlaqlaşdırmaq lazımdır. 5 tam dövrdə 2 bərabərdir. Burada sonsuz sayda 2'lər təkrarlanır. Düzdür?
İndi mində birlər, onda bir, yüzdə bir, mində bir. Yuvarlaqlaşdırmaq lazımdır. 2-dən sonra 2 gəlib. Olduğu kimi qalmalıdır. 5 tam mində 222. Özündən sonrakılar sıfırlanır. Sıfırları da yazmağa ehtiyac yoxdur. Elə mində 222 olaraq qalacaq. Növbəti 3,2 dövrdə 4. Dövrə qədərki hissə qalır. Dövr edən dördləri isə yazıram. Mində birlər deməli burada onda bir, yüzdə bir, mində bir. 4-dən sonra 4 gəlir. Olduğu kimi qalmalıdır. 3 tam mində 244. Özündən sonrakılar sıfırlanır. Sıfır da yazmağa ehtiyac yoxdur. Növbəti 4 tam dövrdə 1. Birlər təkrarlanır. Onda bir, yüzdə bir, mində bir. Yuvarlaqlaşdıran zaman birdən sonra 1 gəlir. Olduğu kimi qalır. Mində 111. Özündən sonrakılar sıfırlanır. Sıfır da yenə deyirəm yazmağa ehtiyac yoxdur. Elə mində 111 olaraq qalacaq. 1,9 dövrdə 6. 1 onda deməli 9. Burada təkrarlanan 6'lardır. Sonsuz sayda 6 var. Onda 1, yüzdə 1, mində 1. 6'dan sonra 6 gəlib, olduğu kimi qalmır, bir vahid artır. 6 bir vahid artıb olur 7. 1 tam mində 967. Buradakı 6 da sıfırlanır. Sıfır da yenə deyirəm yazmağa ehtiyac yoxdur. Elə 967 yazsaz kifayətdir. 20 tam dövrdə 5. 20 tam 5'lər təkrarlanır. Deməli, onda bir, yüzdə bir, mində bir. 5'dən sonra 5 gəlib, bir vahid artıb olacaq 6. 20 tam mində 556. Özündən sonrası sıfırlanır. Bunu da yazmayacaqsınız. Sonra siləcəksiniz. Və nəhayət ən sonuncusu 9 tam 728 dövrdə təkrarlanır. Onda bir, yüzdə bir, mində bir. 8'den sonra 7 gəlib. Bir vahid artıb olacaq 8, 9 olacaq. 9 tam mində 729. Digərləri sıfırlanır. Bunlar da sonra siləcəksiniz. 14-cü sualın A bəndinə baxıram. 90'da 7 verilib bizə. Onu kəsrə çevirmək üçün 7'ni bölürəm 90'ı. 0 tam virgül. 70'in içində yenə 0 dəfə yerləşir. 700'ün içində 90, deməli 8 dəfə. Yox, 7 dəfə. 630'u çıxıram. Qalığımız 70'dir. Bir dənə 0 əlavə edirəm. Yenə 700 olur. 700'ün içində də yenə 7 dəfə yerləşir. 630 yenə qalıq 70'dir. Yenə 700. Yəni burada təkrarlanan 7'dir. Deməli 0 tam. Onda 0'dır bu. Dövrə qədərki isə 7'lər təkrarlanır. Bunu da belə yazacağım da. Dövrə qədərki isə 0, mötərizə içində 7. İndi bizə deyir ki, yüzdə birlərə qədər yuvarlaqlaşdırın. Deməli, yüzdə birlər burada onda bir 0'dır. Yüzdə bir 7'dir. 7'den sonra 7 gəlib, bir vahid artıb olacaq 8. 0 öz yerində qalır. 8 davamındakılar da 0'dır. Burada da sıfırları silə bilərsiniz. Cavab olacaq 0 tam %8. B bəndinə baxıram. 2 tam 90'da 17. 2 tam virgül. İndi 17'ni bölürəm 90'a. 0 tam öz yerində. 170'i 90'a böləndə bir dəfə yerləşir. Qalığımız 80'dir. 800'ün içində 98 dəfə yerləşir. 720'ni çıxıram, qalıq yenə 80, yenə 800. Deməli, burada da 8'lər təkrarlanır. 8'lər təkrarlanır. Yüzdə birlər mərtəbəmiz isə deməli, onda bir, yüzdə bir. 8'den sonra 8 gəlib, 8 bir vahid artacaq, 9 olacaq. 2 tam %19. Sonra C bəndinə baxıram. Mənfi 3 tam 18'də 11. Mənfi 3 tam virgül.
11'i bölürəm 18-də. 110'un içində 18. Deməli 6 dəfə 60, 48, 108 yerləşəcək. 108'i çıxıram. 2, 20'nin içində 1 dəfə 18'i çıxıram, yenə qalır 2, yenə 20. Deməli burada da birlər təkrarlanır. Dövrə qədər 6'dır, dövr edən isə birlərdir. İndi onda bir 6'dır, yüzdə 1 1'dir. Birdən sonra 1 gəlib olduğu kimi qalacaq. Mənfi 3 tam yüzdə 61. Sonrakılar da sıfırlanır. Bunlar da siləndə cavab elə mənfi 3 tam yüzdə 61 olaraq qalır. İndi isə D bəndinə baxıram. Mənfi 36'da 7. Deməli 7'ni bölürəm 36'ya. 0 tam 70'in içində bir dəfə yerləşir. Qalığımız 34. 340'ın içində 36 9 dəfə yerləşir. 5 yadda. Deməli 27'nin də 5 32. Bunların fərqi 16. 160'ın içində 36 4 dəfə yerləşir. 144 eləyir. Yenə qalıq 16'da, yenə 160'ın içində 4 dəfə. Deməli burada 4'lər təkrarlanır. Mənfi 0 tam %19, dövr eləyən hissə 4'lərdir. İndi yuvarlaqlaşdırmalıyam %1'lərə. Onda 1, %1 9. 9'dan sonra 4 gəlir. 9 olduğu kimi qalır. 4'lər də burada sıfırlanır artıq. Sonra da sıfırları yazmaya bilərsiniz. İndi Y bəndinə baxacağım. 2 tam 45'də 10. 2 tam vergül. İndi 10'u bölürəm 45'e. 0 tam heç. 100'ün içində 45 2 dəfə yerləşir. 90 çıxıram. Yenə 10. Yenə 100'ün içində 2 dəfə yerləşir. Yenə 90 çıxıram. Yenə də 10. Yenə 100'ün içində yenə 2 dəfə. Deməli burada da 2'lər təkrarlanır. İndi %1'lərə qədər yuvarlaqlaşdıranda onda 1, %1. 2'dən sonra 2 gəlib olduğu kimi qalacaq. %22, bir dənə də 0. Bu da elə 0 tam, 0 tam nə idi? 2 tam %22. Bərabərdir 2 tam %22'yə. F bəndinə baxırıq. Mənfi 5 tam 9'da 8 bərabərdir. Mənfi 5 tam 8'i bölürük 9'a. 80'in içində 9 8 dəfə yerləşir. 72'ni çıxıram, qalıq 8 yenə. 80'in içində 9 8 dəfə yerləşir. Deməli burada da 8'lər təkrarlanır. %1'lər 8'dir. 8'dən sonra 8 gəlir. 1 vahid artıb olacaq 9. 0 tam 1000'də 890. Bu 0 da silə bilərsiniz. Yəni 0 tam %89. İndi isə 15-ci suala baxırıq. Deməli, kalkulyatordan istifadə etməklə kəsrin sürətinin məxrəcinə bölün, dövrü müəyyən edin. Sonsuz dövr onlu kəsir şəklində yazın. 13 böl 90 kalkulyator vasitəsilə yazın deyir. Yəni kalkulyatordan əvvəl özünüzdə yazmağa çalışın. Yəni 13'ü 90'a bölün. 0 tam neçə idi? Onda 1 dövrdə 4 gedir. İndi isə dövr şəklində yazanda, deməli, dövrə qədərki hissəm 1'dir, dövr edən hissəm 4. Mötərizənin daxilində 4 yazılır. Bu A bəndi idi, düzdür? Bizdən başqanısı istəmir. Aha. İndi B bəndinə baxaq. 25 bölünsün 11. Bunu qarışıq ədəd kimdə yaza bilərsiniz? 2 tam 11'də 3. 3'ü 11'ə bölüb müəyyən edə bilərsiniz dövr edən hissəni. 2 tam demək 3'ü 11'ə böləndə qıraqda bölsək 30'un içində 2 dəfə 22 8 80'in içində 7 dəfə 77 30'un içində 2 dəfə yenə baxın artıq eyni oldu. Deməli burada da 27 dövr edir. Mötərizənin daxilində 27 yazılır. Sonra C bəndinə baxıram. Mənfi 19 böl 45. Mənfi 0 tam 19'u 45'e bölürük. 0 tam bu heç. 190'ın içində 45.
4 dəfə yerləşir. 160, 20, 180. Qalığımız 10'dur. 100'ün içində də 45 2 dəfə yerləşir. 90 çıxıram, yenə 10, yenə 100'ün içində 2 dəfə. Deməli, burada təkrarlanan ikilərdir. Bunu da dövr kimi yazsam 0 tam, mənfi 0 tam. 10'da 4 dövr eləyən hissə 2'dir. Mötərizə içində 2 yazacağım. İndi 15'in D bəndinə baxıram. Mənfi, deməli 18'də 29. Mənfi 1 tam 18'də 11. Düzdür? Deməli, mən 11'i 18'ə bölməliyəm. 0 tam, deməli, 110'u 18'ə bölürəm. 6 dəfə yerləşir. 108 sıfır. Qalığımız 2. 20'nin içində 1 dəfə 18 çıxıram yenə. 20'nin içində 1. Deməli, təkrarlanan burada 1'dir. Mənfi 1 tam. Deməli, dövrə qədər 6'dır. Dövr eləyən hissə 1'dir. Sonsuz sayıdır. Bu da mənfi 1 tam 10'da 6 dövrdə 1 kimi yazılacaq. Sonra Y bəndinə baxıram. Deməli, 40 böl 9. 4 tam 9'da 4. 4 tam 4'ü bölməliyəm 9'a. 0 tam, deməli 40'ı 9'a bölürəm 4 dəfə. 36'nı çıxıram, yenə qalıb 4, yenə 40. Yenə 4 dəfə yerləşir. Deməli, dövr eləyən hissəm 4. Mötərizədə 4 yazacağım. Sonra 2 dənəsi qaldı. F variantına baxıram. 5 bölünsün 111. 0 tam 50'nin içində yenə 0 dəfə. 500'ün içində 4 dəfə yerləşir. 444 çıxan zaman burada 56 qalır. Düzdür? 560'ın içində 111 5 dəfə yerləşir. 555 çıxıram. Qalıq 5'dir. İndi baxın, burada 50 əmələ gəlir. Eyni hissədir. Baxın, burada da 50 ilə başlamışdım. Yəni, yenə 0 dəfə, yenə 500'ün içində 4 dəfə yerləşəcək. Yəni, təkrarlanır. Baxın, 0,45, 0,45 olacaq. Deməli, 5 böl 111 bərabər 0 tam. 0,45 təkrarlanır. Yəni, dövrdə 0,45 olacaqdır. Bununla da bitdi bizdə. Bu F bəndi idi. Bir dəqiqə. Hə, burada C bəndi də var. Deməli, C bəndi mənfi 232 böl 135. Mənfi 1 tam 135'də deməli 2, 9, 97. 97'ni bölməliyəm 135'ə. 0 tam bu heç. 970'in içində 135 neçə dəfə yerləşir? 7 dəfə yerləşir. 910 aha yerləşir. Deməli 3 yadda 21, 4, 2, 945. Fərqimiz də 25'dir. Yəni qalığımız 25'dir. 250'nin içində 1 dəfə 135 çıxıram. 115. 1150. 135'ə böləndə bu deməli 8 dəfə yerləşə bilər. 0, 4 yadda. Deməli 24, 8, 2 yadda. 1080. Ha, 1080. 1080 çıxanda 70, yəni 700. 700'ün içində 135. İndi baxaq görək. 6 dəfə çox olacaq, 5 dəfə olar yəqin ki. Bir dənə yoxlayaq. 2 yadda, 7, 1 yadda, 6. Qalığımız yenə 25, yenə 250. Baxın, bu hissə yenə təkrarlanır. 250'nin içində baxın 1 yazmışdıq. Deməli 185 burada təkrarlanır. Bunun cavabı deməli bu tərəfdən yazaq. Mənfi 232 böl 135 bərabərdir. Mənfi 1 tam dövrə qədər hissəm 7'dir. Dövr eləyən 185'dir. İndi isə baxırıq 16-cı suala. Deməli, sinifdə 24 şagirddən 14 riyaziyyat fənni üzrə olimpiyadanın məktəb turunda iştirak etdi. Şagirdlərin neçə faizi məktəb turunda iştirak etdi? Deməli, şagirdlərin neçə faizi, neçə sözü nəyə aiddir? Şagirdlərə.
Şagirdlər olmalıdır məxrəcdə, 24 məxrəcdədir. İştirak etdi nə deyil? İştirak etdi 14 nəfər, düzdür? 14 də sürətdir. Vurmalıyam 100%. Baxıram görüm ixtisar burada varmı? 2-yə gedir ixtisar. Məxrəc 12, sürət 7. 4-ə gedir 3, 4-ə gedir 25. Deməli cavabımız məxrəc 3-dür. 7-ni 25-ə vuranda 140, 35, 175. 175 bölünsün 3%. Və bizə cavabları onluq kəsir şəklində istəyir. Deməli 175-i 3-ə böləndə 50, 25-in içində 8, 58 tam 3-də 1. Burada tam üstə 58 olmalıdır. Bu səhvdir. Tamam, 3 dənə versiya qaldı. 3-də 1-i çevirməliyəm onluq kəsirə. 1-i bölürəm 3-ə. 0 tam. Onun içində 3 dəfə 9 çıxıram. 1, 0 yazıram 10. Onun içində yenə 3 dəfə, yenə 9, yenə 1, 10. Deməli 3 burada təkrarlanır. 58 tam dövrdə 3-dür. Təkrarlanır. 58 tam mötərizədə dövrdə 3 yazacağım. Yanında da fail işarəsi. O da birinci versiyadır. İndi isə 17-ci suala baxıram. Deməli, diaqrama yerləşdirməliyəm. Birinci növbədə burada 100-ü görürəm. 100 natural ədəddir. Burada olmalıdır. Sonra burada başqa natural ədəd, məsələn 57 var. Naturaldır. Sonra tam ədədlərdən -3 var. Başqa tam ədəd -14 var. -3, -14. Sonra kəsr ədədlər. -2/4. Sonra -12-də 7. Deməli, -2/4. -12-də 7. Dövrü onluq kəsirlər də həmsinin rasional ədədlərdəndir. -1 tam dövrdə 3 və yaxud da 2 tam 10-da 0 dövrdə 5. Bunlar da rasional ədədlər, yəni yaşıl hissədədir. 4, 4, 8 dənədin 8-ində yazdım. Bu tapşırıqda bitdi və sonuncu suala baxıram. 18-ci sual. Şəkildə bərabər yanlı üçbucaq və onun tərəflərinin uzunluqları santimetrlə verilib. Birinci sual. Bu üçbucağın hansı tərəfləri bərabərdir? Deməli, tərəflərimiz bunlar, deməli, 3 tam dövrdə 18-dir. Açıq şəkildə yazsam, 18 burada təkrarlanır sonsuz sayda. Və yaxud da 3/1 dövrdə 8. 3/1, 8 burada sonsuz sayda təkrarlanır. Və 3/11-də 2. 3 tam virgül. 2-ni bölürəm 11-ə. 0 tam bu heç. 20-nin içində 11 bir dəfə. 11 çıxıram 9. 90-ın içində 8 dəfə. 88 çıxıram 20-nin içində bir dəfə. Bir saniyə. Artıq baxın təkrarlandı burada. 20 alındı da 20-nin içində 1, yenə 11 çıxsam, yenə 9, yenə 90, yenə 18 oldu. Deməli, burada da 18 təkrarlanır. 18, 18, 18. Deməli, indi baxaq. Bizə nə edir? Bu üçbucağın hansı tərəfləri bərabərdir? Baxın, burada da 18 təkrarlanıb. Burada da 18 təkrarlanır. Yəni, AB tərəfim, bu AB tərəfi idi. AB, bu hansı tərəfdir? BC tərəfim. BC. Deməli, hansı tərəflər bərabərdir? AB bərabərdir BC. İkinci sual. Üçbucağın bərabər tərəfləri üçüncü tərəfdən uzundur, yoxsa qısadır? Bərabər tərəflərimiz AB ilə BC. Yəni, deyir ki, bu AB bölgüdür, yoxsa aşağıdakı AC bölgüdür. İndi fikir versəz, burada 1 gəlir, burada da 1 gəlir. Burada 8 gəlir, burada da 8 gəlir. Dövrə qədər, baxın, 18, yüzdə birlərə qədər bərabərdir. Mində birlər burada 1-dir, burada 8-dir. Avtomatik hansı böyük olur? AC daha böyük olmuş olur. AB AC-dən kiçikdir. Deməli, bərabər tərəflər, yəni AB uzundur yoxsa qısadır? AB daha kiçikdir, yəni qısadır. Sonra
A bucağı yoxsa B bucağı böyükdür. Bucaqların böyük ya da kiçik olmağı həmin bucağın qarşısındakı tərəflərlə əlaqəlidir. A bucağının qarşısındakı tərəf BC-dir. Bucaq A yazıram aşağısından. B bucağının qarşısındakı tərəf isə AC-dir. BC yoxsa AC böyükdür. BC və AB eyni idi. Baxın burada müqayisə eləmişdik. Burada məsələn dövrə qədər 18'dir, yəni yüzdə birlərə qədər. Burada da 18'dir. Burada mində birlər 1'dir, burada 8'dir. Avtomatik AC daha böyükdür. Onda bucaq B də böyükdür. Hansı böyükdür? Bucaq B daha böyükdür. Deməli uşaqlar, bugünlük bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Əgər videolarım sizin üçün faydalıdırsa, kanalıma abunə olmağı, videonu bəyənməyi və dostlarınızla, tanışlarınızla kanalımı paylaşmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.